Heydər Əliyev prospektinə 100 metrlik məsafədə, Xırdalan şəhərində 3 otaqdan ibarət şəxsi tikili 2.5 sot torpaq sahəsində tikilmiş belə bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başladıq evimizin dəhliz hissəsində. Geniş ölçüdə dəhlizimiz var, görürsünüz. Əsas giriş qapısıdır. Sonda sizlərə evimizin həyət hissəsində göstərəcəm. Evin istilik sistemi kombi sistemdir, kombisi radiatoru quraşdırılıb. Hal-hazırda mülkiyyətçi evdə yaşayır, yəni ev sahibi şəxsi tikilidir, qoşa daşla tikilib. Bünövrəsi beton karkazdır. Sanuzelləri ayrı-ayrılıqdadır. Xırdalan şəhərində Avpark yaşayış kompleksinin tam olaraq yaxınlığında 7 saylı məktəbə yaxın ərazidə və Heydər Əliyev prospektinin 100 metrlik məsafədə yerləşir. Bu hissədə geniş hamam otağımızdır. Döşəməsi isti döşəmədir. İlerlədikdə solda qonaq otağımızdır. Digər yataq otağımız burada yerləşir. Yataq otağımız sağda, mətbəximiz hər biri geniş ölçüdədir. Yəni şəxsi tikili olduğu üçün otaq ölçüləri ideal bir ölçülərdir. Görürsünüz bu şəkildə. Evimizin hal-hazırda 1 manat belə xərci yoxdur. Yəni hazır köç yaşa vəziyyətdədir. Geniş otaqlar, baxın. Otaq ölçüləri çox idealdır. Yəni ən balaca otaq 20 kvadratla yaxındır. Böyük-böyük otaqlardır, qoşa daşdır. Evlər arasında məsafə qorunub, köhnə tikilidir və yeni təmir olunub. Qeyd etdiyim kimi şəxsi tikilidir, dəyərli izləyicilər. Davam edirik. Digər yataq otağımızla 3 otaqdan ibarətdir. Burada da bir yataq otağımız, bu da geniş ölçüdə. Sonda sizlərə qonaq otağını və keçəcəm həyətini təqdim edəcəm, dəyərli izləyicilər. Qazı suyu işığı fasiləsiz olaraq daimi verilir, mərkəzi kanalizasiya sistemi mövcuddur və keçirik qonaq otağına. Burada yerləşir evimizin qonaq otağı. Baxın, belə bir gözəl geniş ölçüdə və birbaşa pəncərəsi həyətinə baxır. Dəyərli izləyicilər, indi isə keçirik evimizin həyət hissəsini sizlərə təqdim edəcəm. Qeyd etdiyim kimi 2.5 sot torpaq sahəsində. Yerdən kifayət qədər kürsüdə. Keçək evimizin həyətinə. Bu evimizin çöl görünüşü, dəyərli izləyicilər. Sadəcə həyətinin təmirə ehtiyacı var. Gördünüz, daxili ideal təmirlidir. Hal-hazırda mülkiyyətçi yaşayır evdə. Baxın, həyətimiz də geniş ölçüdə. Çox gözəl genişlikdədir. Giriş darvazasıdır. Həyətinə rahatlıqla bir neçə avtomobil daxil olur. Bu da bizim evimiz. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz.